Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi salamlayıram. Yenə də ənənəmizə uyğun olaraq həftəlik proqnozlarla sizin qarşınızdayıq və bu həftə çox maraqlı bir həftədir. Söhbət 12-18 yanvar tarixlərindən gedir. Ümumi mənzərə çox maraqlıdır. Çox maraqlı hadisələr, nəyinsə təməlin qoymaq, nəyinsə başlamaq, nəhayət ki, donun açılması, baxmayaraq ki, qışdır, o donun açılması prosesinin şahid olacaqsınız. Təbii ki, deyilən tövsiyələrə riayət eləsəz, öz gücünüzə, potensialınıza inansaz inşallah. Və keçək proqnozlara, vaxtınızı çox almadan görək, ayrı-ayrı zodiak işarələri üçün vəziyyət necədir. Qoç bürcü. Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu həftə təmin olunacaq. Çünki çərşənbə günündən etibarən maraqlı səfərlər, əsrarəngiz istirahət və münasibətlərdə müsbət dönüş yolunuzu gözləyir. Hansısa xoşa gəlməzliyin baş verəcəyinə inanmayın. Biraz səmimi olun. Dünyamızı, insanları daha çox sevin. Buğa bürcü. Kifayət qədər təzadlı ərəfədir. Hər addım ölçüb biçməyə çalışın. Mövqeyinizə zid hərəkətlərə yol verməyin. Qəribə də olsa astroloji göstəricilər ayın 14-dən etibarən kiməsə güzəştə getməyi məsləhət görmür. Passivlik müstəvisində qərar tutan ailə sevgi münasibətlərinə isə yenidən baxın. Mümkün qədər bütün negativlikləri minimuma endirin. Əkizlər bürcü. Bütün işlərinizin qaydasında gedəcəyini bildirən göy qübbəsi kiməsə yalan vəd verməyinizin əleyhinədir. Odur ki, bacarmadığınız işin qulpundan yapışmamalısınız. Əsəbi vaxtlarınızda dostlarınız arasında, təbiət qoynunda sakitləşməyə çalışın. Yanvarın 12-sində və 14-də sürprizlərin şahidi olacaqsınız. Xərçəng bürcü. Qarşınızda kifayət qədər mistik bir həftə durur. Ola bilsin ki, anlaşılmaz hadisələrlə, qəribə yuxularla rastlaşasınız. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin sayını, müqəddəs yerlərə ziyarətlərinizin sayını artırmalısınız. Yanvarın 14-də maraqlı bir sövdələşmədə iştirakınız da gözlənilir. Şir bürcü. Əgər yanvarın bu ərəfəsindən, bu şaxtalar ərəfəsindən zövq alıb rahatlanmaq istəyirsinizsə, həftə sonu mütləq səfərə çıxın. 5-ci gün olsa daha yaxşı olar. Bununla siz stres və mənəvi ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra bilərsiniz. Ailə sevgi məsələlərində xırdaçılığa yer verməyin. Onsuz da dünyanı nə tam şəkildə dərk edən, nə də ona bütünlüklə sülh gətirən olmayıb. Ona görə də öz çərçivənizdə, öz işinizdən məşğul olsanız, düşünürəm ki, daha yaxşı olar. Qız bürcü. Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə, nəysə izah etmək enerji itkinizdən savayı bir şey deyil. Əgər bu kimi lüzumsuz işlərlə məşğul olsanız, ixtiyarınızda olan həftədən zövq almayacaqsınız. Onsuz da yarımçıq işləriniz çoxdur. Bəlkə diqqət elə o yarımçıq işlərin tamamlanmasına yönəldəsiniz. Əgər tövsiyələrimizi eşitsəniz, yanvarın 15-də sürprizlərə qonaq olacaqsınız. Tərəzi bürcü. Həftənin ümumi mənzərəsi ürəyinizcə olacaq. Artıq daxili süslüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınıza yığışan yeni dost tanışlar isə qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə sizə yardımcı olacaqlar. Amma ulduzlar uzaq səfərləri təxirə salmağınızı məsləhət görür. Yanvarın 13-də istənilən mübahisədən yayınmağa çalışın. Əqrəb bürcü. Bərbaşdan bilməlisiniz ki, həftə ərzində enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Xüsusən də yaxın aylarda evlənməyi planlaşdırırsınızsa, məhz bu ərəfədə hazırlıq görməlisiniz. Uzun müddətli səfərləri isə təxirə salın. Ox atan bürcü. Yaxşı olar ki, əsas diqqətinizi maliyyə məsələlərinə yönəldəsiniz. Özünüz də bilirsiniz ki, sizin qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən də kiməsə borc vermək fikrinə də düşməyin. Ulduzlar başqalarının şəxsi işlərinə müdaxilə etməyinizin əleyhinədir. Bu yoldan çəkinsəniz, həftə boyu, necə deyərlər, şad-xürrəm yaşayacaqsınız. Oğlaq bürcü. Bütün vacib işlərinizi ayın 14-nə qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin qısa vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Sonraki günlərdə isə istənilən riskli və yeni işlərdən imtina etməli,
Bələd olmadığınız adamlarla ciddi məsələləri həll etməyə tələsməməlisiniz. Ayın 15-də savablarınızın sayını artırın. Su tökən bürcü. Ehtiyatlı olun. Səhhətinizlə bağlı xoşagəlməzliklər baş verə bilər. Xüsusən də ayın 12-sində və 16-sında özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalısınız. Bazar günü taleyinizdə müsbət dönüş yaratmaq şansınız olduğundan həmin gün aktiv olun. Ümumiyyətlə, bu həftə istənilən səfəri təxirə salın, çünki olduğunuz yerdə vacib işləriniz daha çoxdur. Balıqlar bürcü. Həftə tərəddüdlü göstərirsə, o deyir, nə ətdir, nə balıqdır, konkret seçim etmək tərəddüdünüz var. Astrologiyanın da kömək ondan ibarətdir ki, seçimdə sizlərə yardımcı olsun. Ona görə konkret bir yol seçməlisiniz. Əgər özünüz qərar verə bilmirsinizsə, güvəndiyiniz, etibar etdiyiniz və təcrübəli insanların məsləhətlərindən yararlanın. Deməli, boşluq olmasın deyə o boşluğu doldurmalısınız. İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yol verilməzdir. Yaxşısı budur, adi işlərin həlli ilə məşğul olasınız. Ayın 16-sında isə varlanma ehtimalınız böyükdür. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.